İnsan xərcləməklə bilirsiniz nələr əldə edir? Çox şeylər Allah yolunda xərcləməklə. Amma cəmaatın çoxu bəyənmir. Deyirsən Allah eşqdən, məhəbbətdən, namazdan, orucdan danış, pulumuzdan işin olmasın. İşin olmasın. Amma çox şeyləri insanlar axirət nemətlərinin bunun vasitəsilə əldə edirlər. Sağlığında insan xərcləyir. Bir nəfər vəsiyyət eləmişdi. Oturub vəsiyyət elirdi. Alimlərdən biri də oturmuş. Deyir, filan pulumu filan yerə versinlər övladlarım. Filan qədərini filan yerə. O alim dedi ki, sən axı nə iş görürsən, nə inirsən? İşığı, çırağı qabaqda tutarlar ki, yol işıqlandırsın. Sən özün gedirsən, işığı sonradan gəlir ki, sənin dadıva çatacaq, uşağın yadına düşəcək, düşməyəcək, xərcləyəcək, xərcləməyəcək. Canın bədənindədir, özün xərclə, qopart canından ver, vəsiyyət eləməkdən yaxşıdır. Bir nəfər xurma bağı var idi, vəsiyyət eləmişdi ki, məndən sonra bunu fəqirlərə verin. Peyğəmbər özü zamanında, belə deyək, qablara yığıb aparırdı xurmanı. Bir dənə xurma düşdü yerə, biraz da nisbətən xarab idi. Xarab deyəndə çox yetişmiş xurma idi. Yerə düşdü, Peyğəmbər onu götürdü, dedi, bu bir dənəni sağlığında özü verməsi, öləndən sonra bu qədəni ehsan verməkdən daha yaxşıdır. Çünki cana bağlıdır axı mal, onu qopardıb vermək başqadır. Öləndən sonra vəsiyyət eləmək asandır. Yenə də atasına rəhmətə, xeyriyyə işinə vəsiyyət eləyib. Amma sağlığında insanın verməsi çox önəmlidir, çox vacibdir. Hansı mal həsrətə səbəb olacaq? Din qarşısını almaq üçün xərclənən mal. Müşriklər Peyğəmbərlə müharibələrə nə qədər pul xərclədilər?